Salam. Biz Cambridge IELTS 10. IELTS kitabının test 1'də ikinci reading passage oxumağa davam edirik. Reading passage oxuduq, artıq tapşırıqlarını edirik. Birinci paragraf A, yəni A paragrafında nədən söhbət gedirdi? Cavabımız olacaq 8-ci. The rapid growth of private transport. Əgər xatırlayırsınızsa, şəxsi nəqliyyatın sürətli inkişafından danışırdı. Buraya yazırıq 8. Görək nə dərəcədə yaza bilirik. Bəli. Paragraf B, yəni B paragrafında isə changes affecting the distance goods may be transported. Nəqliyyata təsir edən mallar məsafəsi dəyişə bilər. 3. 16'da paragraf C paragrafına baxırıq. Burada isə transport trends in countries awaiting UE admission. Baxın, bu C paragrafına məsələn nədən söhbət getdiyini tapa bilməsəz də, siz sadəcə olaraq bu EU admission sözü sizin açıqlaşdırırsınız. Bu cümlə olan abzası tapıb düzgün cavabı tapa bilərsiniz. 17'ye baxırıq. Paragraf D-də isə fresh, important, long-term goal-dan söhbət gedirdi. Yəni uzun müddətli, vacib olan məqsədlər, təzə və vacib məqsədlərdən söhbət gedir. E paragrafına baxırıq. The environmental costs of road transport. Yol nəqliyyatının ətraf mühitə olan qiyməti, xatırlayırsınızsa orada onların dəyərindən söhbət gedirdi. Paragraf G-də isə restricting road use through charging policies alone, yəni 10-cu, yolların daha az qısaldılması deyək, onun üçün istifadəsi müxtəlif siyasətlərin tək başına yerinə yetirilməsi zamanı istifadə olunur. 20-ciyə baxırıq. Paragraf H paragrafında isə charging for roads and improving other transport methods, yəni ikincidən söhbət gedir. Bu da demək ki, nəqliyyat metodunun inkişafı və yolların yenidən bərpası. Paragraf I-da isə taking all the steps necessary to change transport patterns. Yəni 4-dən söhbət gedir ki, bütün vacib mərhələləri nəqliyyat patternlərinə dəyişmək vacibdir. Baxırıq digər tapşırığa. Digər tapşırığımız isə true, false, not given'dır. Yəni səhv, düz və yaxud da verilmir. The need for transport is growing despite technological developments. Bu düzgündür. Nəqliyyatın inkişafı, müxtəlif texnoloji inkişaflara baxmayaraq daha da böyüyür. Xatırlayırsınızsa orada belə bir cümlə var idi ki, insanlar onlara bu nəqliyyatın artımını xoşlamasalar da, ancaq müxtəlif informasiya texnologiyalarının artımı olmasa da onlar bunun azaldılmasına gətirib çıxara bilmir. Hardasa bu abzasda olmalıydı. Baxın bu cümlədə although, bax ikinci cümlədə, baxın bu hissədə var. Although modern information technology can reduce the demand for physical transport, but the requirement is increasing. Tələblər daha da artır. 23'e baxırıq. To reduce production costs, some industrial have been moved close to their relevant consumers. Bu cümlə səhvdir. Məhsulların dəyərinin azaldılması bəzi sənayelərdə uyğun istehlakçıları daha da yaxınlaşdırır. Səhvdir. Məhsulların qiyməti azalmır daxı. Cars are prohibitively expensive in some EU candidate countries. Bu maşınlar Avropa Birliyinin kandidat ölkələrində bahalanması qadağandır. Xeyr, belə bir söhbət olmadı. Ona görə bura not given veririk, yəni verilməyib. Yəqin ki, başa düşdünüz. The Gothenburg European Council was set up 30 years ago.
Avropa konsulu Göteborg 30 il bundan əvvəl qurulub. Bu düzdür yoxsa səhvdir? Əlbəttə ki, mətndə verilməyib. Biz onun doğruluğunu və yaxud da səhv olduğunu bilmirik. Əgər mətndə bu haqda məlumat olardısa, biz bura true yaza bilərdik. Məlumat olmadığı üçün not given olur. By the end of this decade, carbon dioxide emissions from transport are predicted to reach 739 billion tons. 10 illiyin sonuna karbondioksidin nəqliyyatda gözlənilən nəticəsi 739 milyon olacaq. Xeyr, bu bölgədə göstərim. Burada var idi illəri unuttum. 2000 səhvləmirəmsə 20'ye kimi başqa bir rəqəm idi. 1900-cü illərə kimi bu rəqəm olmalı idi. Bir dəqiqə 739 milyon. Baxın buradadır. Bu abzasa baxın. Bu hissəyə baxın. Rəqəmi tapıb buradan düzgün cavabı tapa bilərsiniz. Əgər çətinliyiniz varsa, cümləni tam başa düşmürsə, burada sizə 739 sözü açar sözdür. Bu cümlənin işləndiyi cümləni tapırsınız və orada baxın compared with the 739 billion tons recorded in 1990 deyir. Yəni 1990-cı ildə bu rəqəm olub. Son 10 illikdə yox. Decade 10 illikdir. Belə. İnşallah gələn Cambridge readinglərdə görüşənədək sualınız olsa şərhlərə yaza bilərsiniz. Sağ olun.